Salam əziz şagirdlər, kvadrat köklərə aid sınağın izahına baxaq. Birinci sualda kök altında AB'ni mötərizə daxilindəki hər bir ifadəyə vuraq. Kök altında kök altında A böl B'ni vuraq. Kök altında AB'ye dərəcələr eyni olduğuna görə bir kök altına salıb hesablaya bilərik. AB üstə gəl 2 kök altında AB'ni vururuq yine kök AB'ye dərəcələr eyni olduğuna göre bir kök altına salıb hesablayırıq. Üstə gəl B kök altında A'da B vurulsun AB. AB büyüktür 0'dır. İkisi de A'da B'de müsbətdir. Bərabərdir. B'lər ixtisar gedir. Qaldı A kök altında A'nın kvadratı. Üstə gəl 2 A'nı A'ya vursaq A kvadratı. B'ni B'ye vursaq B kvadratı. Üstə gəl A'lar ixtisar gedir. Qalır B kök altında B'nin kvadratı. Bərabərdir. Köklə kvadrat ixtisar gedir. Çıxır kök altından A. A'nı da A'ya vursaq A kvadratı. Üstə gəl 2AB. Üstə gəl köklə kvadrat ixtisar gedir. Qalır B. B'ni də B'ye vursaq B kvadratı. Müxtəsər vurma düsturu olduğu üçün A üstə gəl B'nin mötərizə kvadratı kimi yazmaq olar. Doğru cavab C variantı. İkinci suala baxaq. P kiçikdir 0. P'nin aldığı qiymət mənfidir. 0'dan kiçik olduğuna görə dərəcə 2'dir. 2 ilə 4'ü ixtisar aparsaq qalır P kvadrat. P'nin qüvvət üssü cüt olduğuna görə mənfi yazmırıq. Çünki mənfi də olsa, müsbət də olsa P kvadratı yenə verəcək müsbət. Burada köklə kvadrat ixtisar gedir. Qalır P. P 0'dan kiçik olduğuna görə kök 6'dan mənfi çıxa bilməz. Yazırıq mənfi P. Məxrəcliyi isə P çıx 1 olduğu kimi qalır. Surətdə P'ni mötərizə xaricinə çıxarsam qalacaq P çıxılsın 1. Məxrəcdə də P çıxılsın 1'dir. P çıxılsın 1'lər ixtisar gedər. Cavab qalar P, B variantı. Üçüncü tapşırığa baxaq. X 0'dan fərqlidir və X'in aldığı qiymət 1'dən kiçikdir. X kubunu mötərizə xaricində olduğu kimi saxlayaq. X kvadratı ilə X üstü 4 üçün ortaq məxrəc X kvadratıdır. Ona görə birinci kəsrin surət və məxrəcini X kvadratına vururam. Çıxılsın 2x çıx 1. Məxrəcində x üstü 4. Məxrəclər eyni olduğuna görə surətləri çıxmaq olar. Kök altında x üstü 4. X kvadratı çıxılsın 2x çıx mənfi 1. 2 mənfi yanaşı olduğuna görə yazırıq. Üstə gəl 1. X kubu. X kvadratı çıx 2x üstə gəl 1 müxtəsər vurma düsturudur. X çıx 1'in kvadratı kimi yazmaq olar. X üstü 4. X kubu. Köklə burada kvadrat ixtisar gedər. Qalar x çıxılsın 1. X'in aldığı qiymət də 1'dən kiçik olduğuna görə, yəni x kiçikdir 1 olduğuna görə x 1'dən kiçik ədəddir. 1'dən kiçik ədəddən 1 çıxsaq cavab olacaq mənfi. Ona görə x çıx 1 kimi yox, 1 çıx x kimi kök altından çıxarıq. X üstü 4'dən də kök çıxacaq x kvadrat. İxtisar gedir qalır x. X vurulsun 1 çıxılsın x. X'i də mötərizənin daxilinə vursam x'i 1'ə vuranda x'i x'ə vursam x kvadrat. Doğru cavab Y variantı. Baxaq 4-cü suala. 4-cü sualda kök altında A kubu üstə gəl A kvadratı üçün ortaq vuruq A kvadratıdır. Mötərizə xaricinə çıxaram. Qalır A üstə gəl 1. Mənfi A və mənfi 1 üçün mənfini mötərizə xaricinə çıxarsam A ilə 1 müsbətə çevrilər. Qalar A üstə gəl 1. Hər iki ifadədə ortaq vuruq A üstə gəl 1'dir. Mötərizə xaricinə çıxır. A üstə gəl 1'i çıxarsam A kvadratı. İkinci ifadədə isə 1 qalar. 1'i də 1'in kvadratı kimi yazsam A üstə gəl 1. A kvadratı çıx 1'in yerinə A çıx 1. A üstə gəl 1 yazaq. A üstə gəl 1'i A üstə gəl 1'ə vursam A üstə gəl 1'in kvadratı. Vurulsun A çıxılsın 1. A üstə gəl 1'in kvadratından kök çıxacaq A üstə gəl 1. Kök altında A çıxılsın 1 ise olduğu kimi qalacaqdır. Doğru cevap A üstə gəl 1 A çıxılsın 1. A variantı. 5-ci sualın izahına baxaq. Kök altın x kvadratı müsbət, üstə gəl 3 müsbət. Müsbətlə müsbətin cəmi surət olacaq müsbət. Məxrəci deməli müsbət olmalıdır. Yəni x çıxılsın 3 böyük olmalıdır 0'dan. X də böyükdür 3'dən. X'in aldığı qiymət 3'dən böyük olmalıdır. Birinci ifadədə biz 3 çıxılsın x'i mötərizə daxilinə salırıqsa
Yazaq burada x böyükdür 3. 3 çıx x-i mötərizə daxilin x çıx 3 kimi salmalıyıq. Mənfini mötərizə xaricə çıxaram. Yazıram x çıx olsun 3. Vurulsun kök altında x kvadratı üstə gəl 3. Məxrəcli isə x çıx olsun 3'ün kubu bərabərdir. X çıx olsun 3'ü mötərizə xaricinə daxilinə salırıqsa x çıx 3'ün mötərizə kvadratı olacaq. X kvadratı üstə gəl 3. X çıx olsun 3'ün kubu. X çıx 2'nin x çıx 3'ün kvadratı ilə x çıx 3'ün kubu ixtisar gedir. Məxrəcdə qalır bir dənə x çıx 3 bərabərdir. Mənfini mötərizə xaricində saxlayaq. X kvadratı üstə gəl 3. X çıx olsun 3. Doğru cevap B variantı. Baxaq 6-cı sualın izahına. İfadəsinin qiymətini hesablayın. Surətdən ortaq vuruq kök altından 5'i mötərizə xaricinə çıxarsaq, kök 15'dən kök 5 çıxanda qalır kök altında 3. Kök altı 30'u kök 5'e bölsəm kök altında 6 çıxılsın. Kök altında 45'i kök 5'e bölsəm qalacaq 9. Məxrəcdə kök 3 üstə gəl kök 6. 3'ü də kök altına salsam olacaq kök altı 9. Eyni ifadələrdir ixtisar gedir. Cevap qalır kök altında 5. C variantı doğru cevap. 7-ci suala baxaq. Məxrəc kök A çıxılsın kök B-ni olduğu kimi saxlayaq. Surətdə A-nı mötərizə daxilinə salıramsa, kök altına salıramsa olacaq A kvadratı. Kök altında da A var. A kvadratı ilə A olacaq A kub. B-ni kök altına salanda yeni olacaq B kubu. Üstə gəl kök A B bölünsün A çıxılsın B bərabərdir. Məxrəcdə kök A çıxılsın kök B. Surətdə A kubu çıx B kubu düsturunu tətbiq etsək. Kök A çıxılsın kök B. Kök altında A'nın kvadratı üstə gəl kök altında A'nı B'ye vururuq. Üstə gəl kök B'nin kvadratı. Üstə gəl kök A B bölünsün A çıxılsın B. Kök A çıx B'lər ixtisar gedir. Kök A'nın kvadratı olacaq A. Üstə gəl kök A B. Üstə gəl kök B'nin də kvadratı B. Üstə gəl kök 6A B. Bölmənin yerinə kəsr xətti yazaq. Məxrəcdə A çıxılsın B. Bərabərdir. Kök AB ilə kök AB olacaq. A üstə gəl 2 kök altında AB. Üstə gəl B. Məxrəcdə A'nın yerinə kök A'nın kvadratı çıxılsın. B'nin yerinə kök B'nin kvadratı. Surətdə A üstə gəl 2 kök AB üstə gəl B'nin yerinə kök A kök 6A üstə gəl kök 6 B'nin mötərizə kvadratı kimi yazmaq olar. Məxrəci də müxtəsər vurma düsturunu tətbiq etsəm kök A çıx kök B. Bir dəfə də həmin ifadələrin cəmini yazaq. Kök A üstə gəl kök B. Kök A üstə gəl kök B ilə kvadrat ixtisar gedir. Surətdə qalacaq kök A üstə gəl kök B. Məxrəcli isə kök 6A çıx kök 6B. Doğru cevap Y variantı burada. Baxaq 8-ci suala. 8-ci sualda x çıxılsın y çıxılsın kök 6 ifadə x kvadrat üstə gəl 2xy üstə gəl y kvadratı müxtəsər vurma düsturudur. Yerində x üstə gəl y-in mötərizə kvadratı yazıram. X kiçikdir 0. X'in aldığı qiymət mənfidir. Y-in də aldığı qiymət mənfi olmalıdır ki, modul y bərabərdir mənfi y olsun. Əgər y müsbət qiymət alsaydı, y-i 2 desəydik, 2 bərabərdir, olardı mənfi 2. 2 mənfi 2'ye bərabər deyil. Demək ki, y-in aldığı qiymət mənfidir. Mənfi qiymət qoyaq. Mənfi 2. Burada da mənfi 2. Mənfi 2'nin modulu müsbət 2. Mənfi 2 qabağında da mənfi olduğuna görə 2. 2 yəni 2'ye bərabərdir. Y də deməli aldığı qiymət bu ifadəyə görə 0'dan kiçikdir. Y kiçikdir 0'dan. X çıxılsın y çıxılsın x üstə gəl y. X da mənfi, y də mənfi. Burada köklə kvadrat ixtisar gedir. Amma 2 mənfinin cəmi olacaq mənfi. 2 mənfinin cəminin mənfi olduğuna görə kök altında da mənfi çıxa bilməz.
Həmin ifadələrə mənfi x çıx y kimi baxa bilərik. Yaxud da x üstəgəl y-in qabağına mənfi yazaq. Çünki cavab x üstəgəl y-in cavabı mənfi olsa da qabağına mənfi yazsaq müsbətə çevriləcək. Kök 6 ifadənin qabağındakı mənfi bir mənfi də gəlsə olacaq. Burada üstəgəl x üstəgəl y. Burada y-lər islah olunur. Mənfi y ilə müsbət y. 2 ilə x-in cəmi də olacaq 2x. Yaxud əksinə də dəyişə bilərdik. Belə də yazmaq olar ki, kök altında x üstəgəl y mənfi olduğuna görə x üstəgəl y-ə mənfi qiymət deyirik. X mənfi, y də mənfi işarəni əksinə dəyişdik. İndi mənfiyə görə mötərizini açsam x çıx y çıxılsın üstəgəl x üstəgəl y. Y-lər də gedir, yenə cavab olacaq 2x. Doğru cavab C variantı. 11'ə bax, 9'a baxaq. Kök altında 11 üstəgəl 6 kök 2'nin kvadratı. İki ifadənin cəminin kvadratı kimi göstərməliyik ki, kökdən kvadrat ixtisar geçsin. Bunu müxtəsər vurma düsturuna gətirsəm, a kvadratı üstəgəl 2ab üstəgəl b'nin kvadratı. A kvadratı və b kvadratın cəmi 11'dir. 2ab isə 6 kök 2'dir. Burada 6 kök 2'də 2'ni müxtəsər vurma düsturundakı 2'ni ayırsam 3 vur kök 2 qalır. Deməli 3'ün kvadratı üstəgəl 2 kök 2'nin kvadratı olacaq. 9'dan 2'nin cəmi 11. Bu ifadələrin yerinə 3 üstəgəl kök 2'nin mötərizə kvadratı kimi yazmaq olar. Çünki 3 üstəgəl kök 2'nin mötərizə kvadratını vurub hesablasaq 11 üstəgəl 6 kök 2'ni verəcəkdir. Gəlin hesablayaq. 3'ün kvadratı üstəgəl bu ifadələrin 2 mislisi üstəgəl kök 2'nin kvadratı. 9 üstəgəl kökdən kvadrat ixtisar gedir, qalır 2 üstəgəl 6 kök 2. 9'dan 2 11, 11 üstəgəl 6 kök 2 verir. Demək ki, mötərizə daxilindəki ifadə 3 üstəgəl kök altında 2 imiş. Üstəgəl digər ifadə yeni eynidir. Sadəcə ortada çıxma olduğuna görə yazırıq 3 çıxılsın kök altında 2'nin kvadratı. Bərabərdir. Köklə kvadrat ixtisar gedir, cavab qalır 3 üstəgəl kök 2. Yine köklə kvadrat ixtisar gedir. Cavab qalır 3 çıx kök 2. Kök 2'lər islah gedir. 3 ilə 3'ü də toplasam cavab olacaq 6. Doğru cavab burada Y variant 9'da. Baxaq 10-cu tapşırığa. Birinci ifadədə 1 çıxılsın A'dır. İkinci ifadədə də 1 çıxılsın A yazaq. Mənfini kəsrin qabağında hesablayaq. Məxrəclər eyni olduğuna görə 1 çıx A olduğu kimi qalacaq. Surətli isə kök A çıxılsın A olacaq. Vurulsun. İkinci kəsri yazaq tərsinə. Kök A üstəgəl 1, məxrəcli isə 5 kök altında A. Birinci ifadədə kəsrin surətindən kök altı A-nı mötərizə xaricinə çıxarsam qalacaq 1 çıxılsın. A-nı da burada kök A-nın kvadratı kimi yazmaq olar. Çünki kök A-nın kvadratı yeni olacaq A. Kök A-nın kvadratından bir dənə kök A çıxaranda qalır kök 6A. Məxrəcli isə 1'in kvadratı çıxılsın. Kök A-nın kvadratı kimi yazsaq A kvadratı çıx B kvadratı müxtəsər vurma düsturuna gətirə bilərik. Daha sonra bir dəfə həmin əsasların cəmini yazaq, bir dəfə də əsasların fərqini yazaq. Vurulsun kök A üstəgəl 1, məxrəcdə 5 kök 6A. Kök A üstəgəl 1'lər ixtisar gedir. 1 çıx kök A'lar da ixtisar gedir. Kök A da gedir. Surətdə qaldı 1, məxrəcdə isə 5. 5'də 1 də 0,2 deməkdir A variantı. Baxaq 11-ci sualın izahına. 11-ci sualda surətdə m kvadratı üstəgəl 2 surəti olduğu kimi saxlayaq. M kvadratı üstəgəl 2. İkinci ifadədə isə məxrəcdə isə bu m'i kök altına salaq. M'i kök altına salırıqsa olacaq m kvadratı. M kvadratını salaq içəri. M kvadratı vurulsun 4m kvadratı. Surətdə də m kvadratı çıxılsın 2'nin mötərizə kvadratı.
Üste gel 2'ni de m kvadratına vuranda 2m kvadrat. Yine sureti olduğu kimi saklayaq. M kvadratı üste gel 2. Burada m kvadratı ilə m kvadratı ixtisar gedir. Qalanı kök altına yazsam məxrəcdə 4. Surətdə m kvadratı çıx 2'nin mötərizə kvadratı. Üste gel 2m kvadrat. Məxrəcə müxtəsər vurma düsturunu tətbiq eləsək, m kvadratı üste gel 2. Bunun da məxrəcini 4'e gətirək, surəti də məxrəci də 4'e vuraq. Məxrəclər eyni olduğuna görə surətləri toplamaq olar. M kvadratı çıx 2'nin də kvadratını açsaq, m üstü 4 çıxılsın 4m kvadratı üste gel 2'nin də kvadratı 4. Üste gel 8m kvadratı. 4'ten kök çıxacaq 2. Surətdə m kvadratı üste gel 2 olduğu kimi qalsın. Kök altında m üstü 4. Mənfi 4m kvadratı üste gel 8m kvadratı olacaq. Müsbət 4m kvadrat. Üste gel 4. Məxrəcdə də qalır 4. Məxrəcdən 4'ten kök çıxacaq 2. Bunu da surətdə yazmalıyıq. M kvadratı üste gel 2. M üstü 4 üste gel 4m kvadrat üste gel 4'ün yerini m kvadrat üste gel 2'nin mötərizə kvadratı kimi yaza bilərik. 2 m kvadratı üste gel 2 köklə kvadrat ixtisar gedir. Məxrəcdə qalır. M kvadratı üste gel 2. M kvadrat üste gel 2'lerde ixtisar gedir. Cevap qalacaq 2. Doğru cevap B variantı. Baxaq 12. suala. 12. sualda 1'i 2'də 2 kimi yazaq. Çünki ikinci kəsrin məxrəci 2'dir. Bunu da 2'də 2 kimi yazaq. Kəsrin surətində məxrəc 2 olduğuna görə surətləri toplayaq. 2 üstə gəl kök 3. Məxrəcdə də 2 eynidir. Surətləri çıxaq. 2 çıxılsın kök altında 3. Üstə gəl ikinci ifadəyə müxtəsər vurma düsturunu tətbiq edək. Kök 3 bölünsün 2'nin kvadratını yazsaq. Birinci ifadənin kvadratı üstə gəl. Yok çıxılsın da ortada. 2 vurulsun 2'də 3 vurulsun 2'də 1. Üste gel ikinci ifadenin de kvadratı 2'də 1'in kvadratı olacak. Burada 2'ler ixtisar gedir. Qalacaq 2 çıx kök 3 surətdə də 2 üstə gəl kök 6 3. Üstə gəl. Köklə kvadratlar ixtisar gedir. Qalır 2'də 3 üstə gəl 2'də 1. 2'də 3 üstə gəl 2'də 1. Çıxılsın 2 vurulsun. 2'ni 2'ye vursaq kök altında 4. 4'ten de çıxacaq 2. Surətdə kök 3'ü 1'e vuranda kök 6 3. Bərabərdir. 2'lər ixtisar gedir. Birinci ifadəni olduğu kimi saxlayaq. 2'də 3 ilə 2'də 1'in cəmi 2'də 4. 4'ü də 2'ye bölsəm, demək bu ifadənin cəmi 2'də 4. 4'ü də 2'ye bölsəm olacaq 2 çıxılsın kök 6 3. Bərabərdir. Birinci ifadənin surət və məxrəci qoşmasına vursaq. 2 çıxılsın kök 3 qoşması da olacaq 2 üstə gəl kök 3. Surəti də 2 üstə gəl kök 3'e vursaq 2 üstə gəl kök 3'ün mötərizə kvadratı olacaq. Üstə gəl 2 çıxılsın kök 3. Məxrəc müxtəsər vurma düsturudur. 2'nin birincinin kvadratı çıx, ikincinin kvadratı olur. 2'nin kvadratı çıx, kök 3'ün kvadratı. Surəti də müxtəsər vurma düsturunu tətbiq edək. 2'nin kvadratı üstə gəl 2 vurulsun. 2 vur kök 3 üstə gəl kök 3'ün kvadratı. Üstə gəl 2 çıx kök 3. Məxrəcdə 4'dən 3 burada köklə kvadrat ixtisar gedir. 4'dən 3 çıxsam olar 1. Məxrəcdə 1 yazmasaq da olar. Demək ki surətli isə 2'nin kvadratı 4 üstə gəl 4 kök 3 kök 3'ün də kvadratı köklə kvadrat gedir qalır üstə gəl 3. Üstə gəl 2 çıx kök 3. 4 ilə 3 7 7 ilə də 2'ni toplasam olacaq 9. 4 kök 3'ten de kök 3 çıxsam olacaq 3 kök altında 3. 9 üstə gəl 3 kök 3 doğru cevap A variantı.
Baxaq 13-cü suala. 13-cü sualda 8 üstəgəl 2 kök 15. Bunu olduğu kimi saxlayaq. 8 üstəgəl 2 kök 15. Kök altında 10 ilə kök altında 6 üçün ortaq vuruq. Mötərizə xaricinə çıxarsaq kök altı 2-ni çıxarmaq olar. Kök altı 2-ni çıxarsaq kök 10-u kök 2-yə böləndə kök altı 5 çıx kök altı 3. Kök altına 4 çıxılsın kök altı 15. Bunu da biz müxtəsər vurma düsturuna gətirməsi üçün surət və məxrəcini 2-yə vurmalıyam. Bunu 2-yə vurursam 8, bunu da vururam 2-yə. Olacaq 8 çıxılsın 2 kök 15. Məxrəc dedik. Bərabərdir. 8 üstəgəl 2 kök 15 ifadəsi kök 5 üstəgəl kök 3-ün mötərizə kvadratıdır. Vurulsun. Kök 2 kök 5 çıx kök 3 vur. Kök altında 2 olduğu kimi qalacaq. 8 çıx 2 kök 15 də kök altında 5 çıxılsın kök altında 3-ün mötərizə kvadratıdır. İşte var. Surətin yerinə 8 çıxılsın. 2 kök 5'in yerinə kök altı 5 çıxılsın. Kök altında 3'ün mötərizə kvadratı yazaq. Kök 2 vurulsun. Kök 5 üstəgəl kök 3'ün kvadratı. Kök altı 5 çıx kök 3. Vurulsun. Köklərin kvadrat ixtisar gedər qalacaq. Kök altında 5 çıxılsın. Kök altında 3. Məxrəci isə kök 2-dən kök çıxmır, olduğu kimi qalır. Burada kök 2-lər ixtisar gedir. Qalacaq kök 5 üstəgəl kök 3'ün kvadratı vur. Kök 5 çıx kök 3'ün də kvadrat. Ərəsindən 2 dənə oldu. Bu kvadratı da buradan üstdən 2'ni silək. Ümumi mötərizə üstü 2 kimi yaza bilərik. Çünki kvadrat hər ikisinə aiddir. Müxtəsər vurma düsturu kök 5 üstəgəl kök 3 kök 5 çıx kök 3. Müxtəsər vurma düsturu olduğuna görə yerinə yazıram. Kök 5 çıxılsın. Kök 5'in kvadratı çıxılsın. Kök 3'ün kvadratı. Üstü 2. Köklərin kvadratları burada ixtisar gedir. Qalacaq 5 çıx 3. 5'dən də 3 çıxsam olacaq 2. 2'nin də kvadratı cavab verəcək 4. 13-cü sualda doğru cavab 4 Y variantı. Baxaq 6-cı suala, 14-cü suala. 14'də burada dərəcə 3'dür. Deməli 2'yə vursaq 6'ya gətirə bilərik. 2'yə vursaq 6, burada kvadratı yazıram ki, dərəcəni 2'yə vurmuşuqsa, kök 5 çıx 1 də mötərizə üstü 2 yazmalıyam. Burada 3'dürsə 2'yə vurmuşam. Bəli 2'yə vurdum. Bura 6 yazıram. Dərəcələr eyni olduğuna görə bir kök altına salıb hesablaya bilərik. Yaxud birinci ifadə bunu 6'ya gətirməyib. Birinci ifadənin yerinə 6-cı dərəcədən 6 üstəgəl 2 kök 5'in yerinə kök 5 üstəgəl 1'in mötərizə kvadratı kimi yazmaq olar. Kök 5 üstəgəl 1'in kvadratı. 3-cü dərəcədən kök 5 çıxılsın 1. Köklərin kvadrat ixtisar gedir, qalır 3. İkisində də dərəcə eyni olduğuna görə bir kök altına salıb yazmaq olar. Kök 5 üstəgəl 1. Kök 5 çıxılsın 1. 3-cü dərəcədən kök 5'in kvadratı çıxılsın 1'in kvadratı. Kök 5'in kvadratı, köklərin kvadrat ixtisar gedir, qalır 5. 5'dən də 1 çıxsam 4. 3-cü dərəcədən 4. Doğru cavab Y variantı. Baxaq 15-ci suala. Dördüncü dərəcədən 8'dən 4 ixtisar gedir, qalır kök altında A. Çıxılsın. İkinci ifadə müxtəsər vurma düsturudur. 4-cü dərəcədən kök A'nın kvadratı çıx, 1'in kvadratı yazdım yerinə. Bərabərdir.
4. dereceden kök altında a çıxılsın. Burada köklə kvadrat ixtisar gedir, qalır kök altı a. Mötərizə qabağı da mənfi olduğuna görə yazıram, çıx kök altı a. Mənfi 1'in kvadratı burada mənfi 1 olacaq. Mötərizə qabağı da mənfi olduğuna görə əksinə dəyişik, müsbət 1. Kök a'lar islah gedir, qalır 4. dereceden 1. Cevap da olacaq 1. B variant. Baxaq 16-cı suala. 16'dan surət 4 çıxılsın. 3 kök altında 2. Bunu olduğu kimi saxlayaq. 4 çıxılsın. 3 kök altında 2. Məxrəci kvadrata yüksəldək. 4. dereceden kök 2'nin kvadratı çıx. 2 vurulsun 4. dereceden 2 vur 8. Üstə gəl ikinci ifadənin kvadratı. Bərabərdir. Surət yeni olduğu kimi qalsın. 4 ilə 2 ixtisar gedir, qalır kök altı 2. Çıx. 2 vurulsun. 2'ni 8'e vursam 16. 4. dereceden 16 kimi yazaq. Üstə gəl burada 4 ilə 2 ixtisar gedir, qalır kök altı 8. Surət 4 çıxılsın. 3 kök altı 2. Məxrəcdə kök altında 2 çıxılsın. 16'nın yerine burada 2'nin kvadratı kimi yazsaq 16'nı. 2 üstü 4 kimi yazsaq 4'lər ixtisar gider, qalar 2. Çünki 16 2 üstü 4 deməkdir. 2'ni 4 dəfə vursaq 16 verər. 4'lər ixtisar gider, qalar 2. Kökün qabağında da 2 vurma olduğuna göre 2'ni 2'ye vururuq 4. Üstə gəl 8'i 4 vur 2 kimi yazsam 4'ten kök 2 çıxacaq. Kök altı 2'de olduğu kimi qalacaq. 2 kök 2. Surət 4 çıxılsın. 3 kök 2 olduğu kimi qalır. Məxrəcdə kök 2 ilə 2 kök 2'ni toplasam 3 kök 2 çıxılsın 4. Surətdə məxrəc əks işarəli ədədlər olduğuna görə cavab olacaq mənfi 1. O 7-ci sualın izahına baxaq. Dərəcələri eyniləşdirməliyik. 3-cü dərəcədən kök altına b-ni 2'ye vursaq, deməli burada 6-cı dərəcədən b kvadrat olacaq. Dərəcələr eyni olduğuna görə bir kök altına salıb yaza bilərik. Çıxılsın. 3-cü dərəcədən kök altında c hərəsini 2'ye vursaq dərəcələr olacaq 6. Eyni olanda da kök altına salıb yaza bilərik. 6-cı dərəcədən burada 2. C kvadratı b. Məxrəcdə 6-cı dərəcədən b, 6-cı dərəcədən c. Dərəcələr eynidirsə eyni kök altında b, c. Çıxılsın. 3'ü de 2'ye vursaq 6-cı dərəcədən c'nin kvadratı olacaq. Bərabərdir. Məxrəcdən 6-cı dərəcədən c'ni mötərizə xaricinə çıxarsaq daxildə qalacaq 6-cı dərəcədən b çıxılsın. 6-cı dərəcədən kök altında c. Surətdən 6-cı dərəcədən kök altında b vur c'ni çıxarsam qalacaq 6-cı dərəcədən kök altında b, 6-cı dərəcədən kök altında c. Eyni ifadələr ixtisar gedir. 6-cı dərəcədən b, c, məxrəcdə də c yazırıq. Dərəcələr eyni olduğuna görə bir kök altına salmışıq. C'lər ixtisar gedir, qalır 6-cı dərəcədən kök altında b. Doğru cevap A variantı. 18. Surətdən bütün ifadələr üçün x üstü 2001'i mötərizə xaricinə çıxaraq 1 üstə gəl 2003'ten 2001'i çıxarsaq qalacaq x üstü 2. 2005'ten de 2001'i çıxarsaq qalacaq x üstü 4. Məxrəcdə hamısında olan eyni vuruq. X üstü mənfi 2005. X üstü mənfi 2000
5'i çıxarsaq x üstü mənfi 2001'dən x üstü mənfi 2005'i çıxaranda qalır x üstü 4. X üstü 2000 mənfi 2003'dən x üstü mənfi 2005 çıxarsam qalacaq x üstü 2. Üstə gəl x üstü 1. X üstü mənfi 2005'dən x üstü mənfi 2005 çıxanda qalır 1. Eyni ifadələr ixtisar gedir. Əsaslar eyni bölmədirsə qüvvət üstlər çıxılır. 2001 çıxılsın mənfi 2005 toplamaya çevrilir. Ya da belə yazaq mənfi 2005. 2 mənfi yanaşı gəlirsə üstünlər toplayırıq. 2001 ilə 2005'i də toplayanı 4006. Doğru cevap Y variantı. Baxaq 19-cu suala. İfadeleri çarpaz vursam B'ni 1'e vursam B beraberdir A vur 3 3A. B'nin yerini 3A yazaq. 6A üste gel B'nin yerini 3A. Məxrəcdə 3A üste gel B'nin yerini 3A yazsam 2'ni 3A'ya vuranda 6A. Üste gel kök altında 12A çıxılsın B'nin yerine yazıram 3A. Üste gel kök altında B'nin yerine 3A çıxılsın 2A. Beraberdir. 6A ile 3A'nın cəmi 9A. 3A'dan 2A çıxanda A. Məxrəclər kök altı 9A toplasam çıxanda yenə 9A. 9'dan çıxacaq 3 kök altı A olduğu kimi qalacaq. Üstə gəl kök altı A məxrəci də 9'dan çıxır 3 kök A üstə gəl 3 kök A. 3 kök A ilə 3 kök A'nın cəmi olur 6 kök A. Surətdə isə 4 kök A. Kök A'lar ixtisara gidir. Cevap qalır 6'da 4. 2'ye de ixtisar yaparsam 3'de 2. C variantı. 20. sualın izahına baxaq. X çıxılsın kök altında x y üstə gəl 2y. X'ı kök altında x'ı kök x'e vursaq alarıq. 2y isə 2 kök altında y'yi kök altında y'e vursaq. Bunları çarpaz vurup toplayanda ise ortadaki ifadəni verməlidir. Onun için 2 mənfi 2 2 kök y'in qabağında da mənfi yazaq. Kök y'in qabağında da mənfi yazaq. X'ı kök altı mənfi y'e vursam mənfi kök altı xy. Mənfi 2 kök y'yi kök x'e vursam olacaq mənfi 2 kök altı xy. Toplayanda da mənfi 3 xy verdiğine göre demek ki vuruqları götürə bilərik. Vuruqlar olacaq kök altında x çıxılsın 2 kök y. Kök altında x çıxılsın kök y. B variantı. Baxaq 21. suala. Səkkizinci dərəcədən 3 bərabərdir. A üstə gəl 1. İfadenin her tərəfini kök 3 çıxılsın 1'e vuraq. Surəti də məxrəcdə. Kök 3 çıxılsın 1 bərabərdir. Bu ikisini bir gruplaştırsaq. Kök 3 üstə gəl 1 kök 3 çıx 1. Qalan ifadelər olduğu kimi yazaq. 8-ci dərəcədən kök 3 üstə gəl 1. 4-cü dərəcədən kök 3 üstə gəl 1. Kök 3 üstə gəl 1 ilə kök 3 çıx 1'ə müxtəsər vurma düsturunu tətbiq etsəm kök 3'ün kvadratı çıx 1 olacaq. 3 çıxılsın 1. Surət və məxrəci kök 3 çıx 1'ə yox. Vuraq. Bunu da silək buradan.
8-ci dərəcədən kök 3 çıxılsın 1'ə vuraq. 8-ci dərəcədən kök 3 çıxılsın 1. Çünki bu ikisini bir qruplaşdıra bilərik. 8-ci dərəcədən kök 3 çıx 1 vurulsun 8-ci dərəcədən kök 3 üstəgəl 1. Bu ifadəni yerinə yazmaq olar. 8-ci dərəcədən kök 3'ün kvadratı çıx 1'in kvadratı. Yəni eyni ifadələr bir dəfə çıxma, bir dəfə toplamadırsa, müxtəsər vurma düsturunu tətbiq etmək olar. A kvadratı çıx B kvadratı. Qalanı olduğu kimi yazaq. Üstəgəl 1 kök 3 üstəgəl 1. Burada 8 ilə 2 xısa gedir, qalır 1. 4. 4-cü dərəcədən kök 3 çıx 1. 4-cü dərəcədən kök 3 üstəgəl 1. Kök 3 üstəgəl 1. 8-ci dərəcədən kök 3 çıxılsın 1. Yine bu iki ifadəni qruplaşdırıram. A kvadratı çıx B kvadratı kimi. Kök 3 kvadratı çıx 1'in kvadratı. Kök 3 üstəgəl 1. Məxrəc olduğu kimi qalacaq. Kökdən kvadrat ixtisar gedir. Surətdə qalır. Kök 3 çıx 1. Kök 3 üstəgəl 1. Məxrəc 8-ci dərəcədən kök 3 çıx 1. Surətdə də müxtəsər vurma düsturdur. Kök 3'ün kvadratı çıxılsın 1'in kvadratı. Məxrəci də olduğu kimi saxlayaq. Kök 3'ün kvadratı 3. 3 çıx 1 olacaq 2. Surət qaldı 2. Məxrəc isə 8-ci dərəcədən kök 3 çıxılsın 1. 8-ci dərəcədən kök 3'ün yerinə yazsaq A üstəgəl 1. İfadəni şərtdə vermişlər ki 8-ci dərəcədən kök 3 A üstəgəl 1'dir. A üstəgəl 1 yazsam çıxılsın 1. Surətdə də 2'dir. 1 ilə mənfi 1 islah gedir. Surətdə qaldım 2. Məxrəcdə də qaldı A. Doğru cavab Y variantı. 22-ci sualın həllinə baxaq. Hər tərəfi kvadrata yüksəldək. A kvadratı bərabərdir. Kökdən kvadrat ixtisar gedir. Qalır 2 üstəgəl kök 5. 2'ni də sol tərəfə gətirsəm A kvadratı çıx 2. Bərabərdir. Kök altında 5. Kök altında 20'ni isə 4 vur 5 kimi yazaq. 4'dən kök çıxacaq. 2 kök 5'dən kök çıxmır. Olduğu kimi qalır. 2 vurulsun. Kök 5'in yerinə də yuxarıdakı ifadəni yazsam. A kvadratı çıx 2. 2'ni A kvadratına vuranda 2A kvadratı çıxılsın. 2'ni 2'ye vuranda mənfi 4. 2A kvadratı çıx 4. Doğru cavab Y variantı. Baxaq 23-cü suala. A'nın aldığı qiymət 2'dən kiçikdir. Kök altına köklə kvadrat ixtisar gedər. Amma A'nın yerinə biz 1 yazsaq 2'dən kiçik qiymət yazsaq 1 çıx 2 olacaq mənfi. Kök altı da mənfi ola bilməz. Ona görə bunu tərsini yazırıq. 2 çıxılsın A. Tək dərəcə olanda isə mənfi də müsbət də ola bilər. Fərqi yoxdur. Olduğu kimi çıxacaq. A çıxılsın 2. Məxrəcdə 2 çıx A. Bunu da olduğu kimi saxlayaq. 2 çıx A. Mənfiyə görə mötərizini açaq. Çıx A üstəgəl 2. Məxrəcdə 2 çıx A. 2 ilə 2'nin cəmi verəcək 4. Çıx mənfi A ilə mənfi A mənfi 2A. 2 çıx A. Surətdən də 2'ni mötərizə xaricinə çıxaraq. 2'ni çıxarsaq. 2 çıx A. 2 çıx A. Bərabərdir 2. Doğru cevap A variantı. 24-cü suala baxaq. 14 çıxılsın kök altında 14. Hər iki ifadə üçün ortaq vuruq. Kök 14. Bu 14'ü içəri salsaq olacaq 14'ün kvadratı vur 5. Çıxılsın 5'i də içəri salsaq 5'in kvadratı vur 14. Hər ikisi üçün ortaq vuruq. Kök 14 ilə 5'in hasilidir. Onu mötərizə xaricinə çıxaraq. Surətdə 9 kök altında 70.
Ben kök altında 14 vur 5'i mötərizə xaricinə çıxarsam, mötəriz daxilində kök altı 14 çıx, kök altında 5 qalacaq. Çıxılsın kök altı 5. 14'ü 5'e vursam 70, 70'den 70 ixtisar gider. 14 çıx, kök altında 14. Üstə gəl. Kök demək surətdə qaldı 9, məxrəcdə qaldı kök altı 14. Çıx, kök altı 5. Qoşmasına vuraq. Kök altı 14, üstə gəl kök altı 5. Kök altı 14, üstə gəl kök altında 5. Çıx, kök altında 5. 14 çıxılsın, kök altı 14. Üstə gəl. Məxrəcə müxtəsər vurma düsturunu tətbiq etsəm, kök altında 14'ün kvadratı çıx, kök altında 5'in kvadratı. 9 vurulsun. Kök altında 14, üstə gəl kök altı 5. Çıx, kök altı 5. Köklə kvadrat ixtisar gedir. Burada 14'ten 5 çıxsaq 9. 9'dan surətdəki 9 ixtisar gedir. Qaldı burada 14 çıx, kök 14. Üstə gəl kök altı 14. Üstə gəl kök 5 çıx, kök 5. Kök 5'lər də əks işarəlidir. Kök 14'lər də əks işarəlidir. Cavab 0 olur. Qaldı təkcə 14. Doğru cavab A variantı. Sonuncu suala da baxaq 25. Birinci içəridəki kökdən kök çıxaraq. Kök altında 2 vurulsun. Kök altında 7 üstə gəl 4 kök 3. Demək ki 2 üstə gəl kök 3'ün mötərizə kvadratıdır. 2 üstə gəl kök 3'ün kvadratını açsaq 7 üstə gəl 4 kök 3'ü verər. Həmin ifadənin yerini yazıram. 2 üstə gəl kök 3'ün kvadratı. Qalan ifadələri olduğu kimi saxlayıram. Çıx, kök altında 3. Burada köklə kvadrat ixtisar gedir. Qalır deməli 2 vurulsun 2 üstə gəl kök 3. 2'ni də içəri vurursam 2'ni 2'ye vuranda 4. 2'ni 3'e vursam 2 kök 3. Üstə gəl 7 çıxılsın kök altında 3. Bərabərdir. 4 üstə gəl 2 kök 3'ün ifadəsinin yerinə də kök altında 3 üstə gəl 1'in mötərizə kvadratı kimi yazıram. Üstə gəl 7 çıx kök altı 3. Köklə kvadrat ixtisar gedir. Qalır kök 3 üstə gəl 1. Üstə gəl 7 çıx kök 3. Kök 3'lər islah gedir. 1 ilə 7'nin cəmili olacaq 8. Doğru cavab D variantı. Testin sonuna çatdıq. Sağ olun. Gələn videoda görüşənədək.